Uşaqlarla psixoloji seanslarda istifadə olunan oyuncaqlar sadəcə əyləncə məqsədi daşımır. Hər bir oyuncaq uşağın müəyyən bacarıqlarının inkişafına xidmət edir. Məsələn, yaddaş və diqqət oyunları uşağın fokuslanmasını, informasiyanı yadda saxlamasını və düşünmə prosesini gücləndirir. Rəng və fiqurlarla bağlı oyunlar uşaqlarda məntiqi təfəkkürü, müqayisə etmə və seçim etmə bacarıqlarını inkişaf etdirir. Hərəkətli və sensor oyuncaqlar isə uşağın emosional tənzimlənməsinə kömək edir, onu sakitləşdirir və diqqətini yönləndirməyə dəstək olur. Eyni zamanda bu cür fəaliyyətlər uşağın xırda motor bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirir. Psixoloji iş zamanı düzgün seçilmiş oyun və oyuncaq uşağın həm idrak, həm də emosional inkişafına müsbət təsir göstərir. Unutmayaq ki, oyun uşağın dili, oyuncaq isə onun özünü ifadə vasitəsidir.